Hamıya salam, sizinlə Nanul SMR-dir. Məndən mukbang istəyənlər, əlbəttə ki mukbang olacaq. Uşaqlar, yuxarıda remont gedir, nəsə səslər eşidirsinizsə üzürlü sayın. Yəni belədir, heç nə eləyə bilmirəm. Bizdə bir günləri doğadır. Nənəmin firmenli tatarların pirogu. Mənə dedilər ki, içini göstərəcəm, yeyəndə hər şey göstərəcəm. Burada stoliçni salat, burada bu dadlı apşiron tortuna oxşar bir tort. Bunu sizə göstərmişdim upakovkasının vlogda. Burada yoğurtdu və kinderdi. Gəlin başlayaq. Əslində darıxmışam, yalan deməyəcəm. Mukbang üçün çox darıxdım. Gəlin duzlayaq bol. Çünki duzlu deyil. Ona görə yəni belə. Ay Allah. Düzün deyin. Darıxmışdınız ya yox? Bir də səs indi necədir? Vloglarımla çox məşğulam. İndiyə qədər yəni vlog çəkirəm. İçi belədir, ətli görürsüz. Yəni isidmişim. Mən əti çox sevən kimi çox ləzzətlidir. Bu günləri nə haqqında danışmaq istirdim? Bilirsiniz ki, mən vloglar başladım çəkməyə. Çox insan olmasa belə, bir neçə insan yazırdı ki, mən kimdənsə nəsə kopyalayıram. Əslində bizdən bir dənə gözəl xanımdan kontentimiz bənzəyir. O özü də mənə demişdi ki, nəsə vlog falan qat, nəsə maraqlı bir şeylər çək. Ancaq mukbang çəkmədən insanlar bezir. Mən də qərar verdim ki, bir dəfə vlog çəkim və gördüm ki, vlog çox yaxşı getdi. Məsələn, siz deyirsiniz ya, mukbangda nəsə kopyalayır. Onu anladım. Okey, siz deyən. Amma vlogda mən öz həyatımı kiməsə necə kopyalaya bilərəm? Bu mənim həyatımdır. Mən öz həyatımı göstərirəm. Öz ailəmi göstərirəm. Öz nənəmi, anamı, reseptləri, Temudan sifarişləri və yaxud da harasa gedməyimə. Bunu mən heç kimə bənzədə bilmərəm də. Yəni bu bloqa yazanda ki, kopyaçı, sən orada nəsə kopyaladın. Az olsa mənə gülücü gəlir. Bu pirog çox dadlıdır. İnanıram ki, səsi bəlkə eşitmirsiniz, narahatam. Mən ümumiyyətlə həmişə özüm olmuşam. Həmişə. Adam blogger. Kimdə nəsə görə bilər, fərəhlənə bilər, deyər ki, yedi, mən də yiyərəm. Qəşəm fikirdə. Bu ola bilər. Amma ki, tam kopyalamaq, yəni onsuz da mümkünatı yoxdur. Bunu insanlar görür. Bunu yazanda ancaq bir insandır, iki insandır, çox adam deyil. Amma başa düşmürəm, niyə? Və bir insan çoxdandır məndən istəyir ki, Nanulun mənasını mən sizə deyim, hamıya. Niyə məhz Nanul? Işıq sən də düş. Niyə məhz Nanul? Nanul çünki nənəm mənə uşaqlıdan Nanul deyir. Ona görə yox ki, mənim nənəm rusdur və Azərbaycan dilində nərgiz deyə bilmir, yox.
Sadəcə mən özümü yaxşı aparanda mənə nanul. Mən özümü pis aparanda mənim nənəm üçün həmişə nərgiz olmuşam. Mən də təzə blog açanda fikirləşirdim ki, ay Allah, mən nə qoyum axı, neyniyim, nə qoymadım ha. Və fikirləşdim ki, niyə də yox. Adım Nanuldur. Yəni, nənəm mənə Nanul deyir. Nanul. Heç kimdə buna oxşar heç nə yoxdur. En azından Azərbaycanda, bilmirəm xaricdə necədə. Həm də indi mənim adımı Nərgiz bilirlər. Amma heç kim mənə demək olar Nərgiz demir. Hamı Nanul. Bəyənirəm, bəli, çox. Niyə də yox. Bu staliçini də uşaqlar, staliçini də özüm eləmişəm. Vlogda çəkmişdim, necə doğruyurdum. Tərifləmək kimi çıxmasın. Çox dadlıdır. Biri hələ mənə yazdı ki, mayonezini az vurmuşam. Bundan çox mayonez mən sevmirəm. Mən sevirəm ki, tərəvəzlər görsənir də, rəngbərənliyi görünür. Görsənməyəndə ucuz staliçini yox, başqa şeydir, bilməm. Nanul həmişə var idi, yəni mənim uşaqlığımdan. Sadəcə qeyri-adi nə qoya bilərdim də. Nərgizə məsələn, Nanu. Dayım qızı mənə Nəska deyir məsələn. Yəni, vlog üçün yox. Sonra da gördüm Nanul. Yəni, bəyənirsiniz adımı. Mənə maraqlıdır. İnana bilmirsiniz sizin üçün necə darıxmışdım. Əgər mukbangları bəyənəcəksinizsə, yaxşıca baxışlar olacaq, mən çəkəcəm. Çünki mukbang istəyirsiniz. Çəkirəm, amma vlogda daha çox baxış olur. Niyə? İndi ayağımda problem var. Çölə çıxa bilmirəm. Ona görə vloglar hələ ki evdə. Məncə hardası 2-3 gün belə inşallah çıxacam. Gedim Məhləni gəzib baxmaq istəyirəm ki, buralarda Qutab falan harda da. Dallı nəsə tapsam sizin üçün Qutab da çəkəcəm. Amma mən yaşıl alacağım. Mən nəsə ətlə iminə evdə qorxmuram da yeməyə. Bir də restoranda, amma belə bir yerdə alsam, yəni yəqin ki yaşıl alacağım. Uşaqlar, bu tort çox dadlıdır da. Bilməm, dadına baxmamısınızsa, dəqiq baxın. Çayımız da var indi çayla. Sizi çox istəyirəm həqiqətən. Çox istəyirəm sizi. Çox sağ olun ki varsınız əzizlərim. İnşallah kanal böyüyər. Konkurslar falan da eləmək istəyirəm. Maraqlı bir şeylər və yaxud da takipçilərimlə görüşmək istəyirəm. Dəqiq bunu eləyəcəm. Düzdür, takipçilərim çox vaxtı görürəm. Yəni çölə çıxanda görürdüm. İndi çıxa bilmirəm. Amma hardasa gedib oturardıq. Məsəl üçün səhər yeməyinə, brança falan çağırardım sizi. 5 dənə hardasa qız seçərdim. Gedərdik. Yəni necə baxırsınız bu fikrə?
Of, necə ləzzətli daha uşaqlar. Gəlin bir dənə də tikəyə yeyək. Ay ay ay. Vallahi tort dəqiqədən. Əzizlərim, sizlə Nanul ASMR idi. Çox sağ olun ki, məndənsiz. Ay Allah, bəsdirin də! Çox sağ olun ki, məndən idiniz. Əgər köhnə videolarıma baxmamısınızsa bura basın. Əgər takip olmamısınızsa bura basıb takip ola bilərsiniz. Sabaha dəy əzizlərim.